Dostlar, bu video biraz emosional video olacaq. Çünki yüngülvari əsəbləşmişəm. Əsəbləşmişəm niyə? Sosial şəbəkələrə baxıram, qan artırıcı vasitə reklam eləyirlər. Bu qan artırıcı vasitəni reklam eləyərkən siz bir fikirləşirsinizmi ki, pasiyentdə qan azlığının səbəbi nədir? Qan azlığının səbəbini bilməyə qan artırıcı vasitəni necə qəbul etmək olar? Qan azlığının çünki bir neçə səbəbi var. Gəlib çatacam həmin yerə, səbəblərə. Ümumiyyətlə, qan azlığı anemiya nədir? Kəskin və xroniki ola bilər anemiyalar. Anemiya haqqında məlumatınız olmadıqda siz bu vasitəni necə reklam edirsiniz axı? Ümumiyyətlə, hemoqlobin nədir? Hemoqlobin zülaldır. Hansı ki, eritrositlərin tərkibindədir, yəni qırmızı qan hüceyrələrinin tərkibindədir. Bu dediklərimi həkimlər bilməlidir. Mənim videolarım sadə insanlar üçün nəzərdə tutulub. Həkimlər bunu təbii ki, bilirlər və bilməlidirlər. Hemoqlobin oksigeni ağciyərdən götürür, aparır toxumalara. Təbii ki, toxumaların, orqanların normal funksiya göstərmək üçün, normal işləməyi üçün bizə oksigen lazımdır. Və sonra da hemoqlobin toxumalardan, orqanlardan karbon qazını götürür, gətirir ağciyərə və oradan karbon qazı xaric olur. Deməli, hemoqlobin az olarsa, orqanlara, üzvlərə, həm ürəyə, beynə, böyrəyə, qaraciyərə və digər üzvlərə oksigen kifayət qədər getmir və bu da həmin orqanların işləməsində təbii ki, problemlər yarada bilər. Növbəti mərhələ nədir? Hemoqlobinin aşağı olma səbəbləri var. Dəmir çatışmamazlığı nəticəsində ola bilər. B12 vitamininin çatışmamazlığı, fol turşusunun çatışmamazlığı, sümük iliyinin problemi ola bilər. Bağırsaqda soğurulmanın problemi ola bilər. Yəni, hələ bundan da əlavə səbəblər var qan azlığının. İndi sual verirəm, qan azlığının səbəbini bilməyə siz necə vasitəni reklam edirsiniz? Və yaxud da reklam eləmək istəyirsiniz, deyin ki, bax bu vasitə dəmir çatışmamazlığı anemiyada kömək eləyir. Mən sizinlə razı olaram. Amma bütün anemiyalarda kömək edən tək bir vasitə yoxdur. Mümkün deyil. İnsanlar gedib alacaq, pul xərcləyəcək, kömək eləməsə kim cavab verəcək? Heç kim. Boş-boşuna da pullar xərclənəcək. Bundan əlavə dostlar, bir məsələni də toxunum ki, hemoqlobin faizlə ölçülmür. Pasiyentlər gəlir, deyir, doktor, mənim qanım 50%-dir, 70%-dir, 80%-dir. Bu düzgün yanaşma deyil. Deyim, biləsiz, hemoqlobinin səviyyəsi ya ölçülür qram litrlə 120-140 olur və yaxud da qram bölünmüş desilitrlə, yəni 12-14. Belə də ölçülür, belə də ölçülür. Yəni, faiz söhbəti bura adiyyəti yoxdur. Faizlə hemoqlobini nəzərdə tutmaq düzgün yanaşma deyil. Videonun da məqsədi odur ki, dostlar, 1. Pul xərcləyib boş-boş reklam olunan o qan artırıcı dərmanları almaq lazım deyil. Yanaşma necə olmalıdır? Gedirsiniz, qanın analizini verirsiniz, qan azlığının səbəbi tapılır və yalnız bundan sonra düzgün müalicə haqqında danışmaq olar. Bax, bu yaxınlarda bir pasiyentim var idi ki, hansı ki, qanı düşmüşdü 6 qram desilitr. Köhnə insanlar sadə arasında deyək 60%-a. Analizlər verildi, yoxlanıldı və aydın oldu ki, bu insanda B12 vitamini çatmır. Və B12 vitamini qəbul etdikdə, yəni vurulduqdan sonra anemiya aradan götürüldü. Bu qədər. Heç bir o reklam olunan preparatlar ki, qanı artıracaq, ehtiyac olmadı. Təbii ki, qərar sizindir. Mən yalnız məsləhət verirəm. Əgər doğrudan da qan azlığınız varsa, gedin analiz verin, yoxlanın, ondan sonra düzgün müalicə alın. Təki sağlam olun, təki yaxşı olun. Videonu paylaşın, səhifəmə abunə olun, bəyənmə işarəsini sıxın, təki sağlam olun. Çox sağ olun, minnətdaram.